Azərbaycanın su anbarları və kanalları. Respublikamızda çaylardan müxtəlif məqsədlərlə istifadə oluna bilər. Suvarmada, məişətdə, sənaye və balıqçılıqda. Hətta bəzi çaylar üzərində su elektrik stansiyaları tikilmişdir. Yəni suyundan enerji kimi istifadə edilir. Respublikamızda su anbarlarının əksəriyyəti suvarmada istifadə olunur. Bu məqsədlə su kanalları çəkilmişdi, su anbarlarından kanallar çəkilmişdi. Bugün dərsimiz elə suvarma kanalları haqqında olacaqdır və ümumi uzunluğu respublika üzrə 50.000 kilometrə yaxındır. Azərbaycanda deməli çaylardakı su elektrik stansiyaları hazırda istehsal edilən enerjinin miqdarının 1,9 milyard kilovat saatı və bu da təxmini 7%, ümumi enerjinin 7%-ni təşkil edir. Ölkənin ən böyük elektrik stansiyası Kür çayı üzərində Şəmkir, Mingəçevir, Varvara, Yenikənd SESlərdir. Tərtər çayı üzərində Sərsəng və Araz çayı üzərində Araz su qovşağı su elektrik stansiyaları tikilmişdir. Ən güclü su anbarı Mingəçevir su anbarıdır. Daha sonra həcminə görə Şəmkir su anbarıdır. Orta ölçülü SESlər, bunu mütləq bilməlisiniz. Çünki test toplusunda da məhz belə bir sual var. Orta ölçülü SESlər deyəndə Ordubad, Taxta körpü SESlərini misal götürə bilərik və özünüzdə bunları mütləq qeydiyyat aparın. SESlərin tikintisi baha başa gəlir. Ancaq ekoloji cəhətdən təmizdir. Bir mənfi cəhət odur ki, ətraf ərazilər suyun altında qalır və bataqlıqlaşma verir. Kiçik SESlərə nümunə kimi artıq Balakən, Göyçay, İsmayıllı, Oğuz, Astarda tikilən SESləri nümunə gətirmək olar. Bunları mütləq özünüzdə qeydiyyat aparın. Son illərdə tikilən su anbarları SESlər hansılardır? Güləbird SES Həkəri çay üzərində tikilmişdir. Prezident İlham Əliyevin Həkəri çay üzərində yerləşən 8 meqavat gücündə olan Güləbird su elektrik stansiyası artıq işə salınıbdır. Qız Qalası İran və Azərbaycan arasında beynəlxalq sərhəddə yerləşən deməli Araz çay üzərində tikilmiş su anbarıdır. Qız Qalası su anbarı Xudafərin hidroqovşağından 12 km aşağıda yerləşir və Cəbrayıl rayonunun ərazisindədir. Bu isə Qəbələ rayonunda alabalıq yetişdirən fermadır. Bu haqda məktəb dərsliklərində də var. Ümumilikdə oxuya bilərsiniz. Deməli, bu su anbarlarıdır. Hansı rayonda hansı su anbarları var? Sağ tərəfdə də görə bilirsiniz. Deməli, Əriçay üzərində Əriçay su anbarıdır. Şəkidə yerləşir. Qazax rayonunda Coğaz, Ağstafaçay rayonunda deməli Ağstafaçay daha doğrusu su anbarı Qazaxda, Tovuzda Xatınlı, Şəmkirdə elə eyni adlı Şəmkir, Yenikənd su anbarı Şəmkir və Samux rayonları ərazisini suvarır, yerləşir. Daha doğrusu Mingəçevir, Samux, Goranboy, Yevlax, Nohur Qışlaq Qəbələdə, Varvara Yevlaxda, Aşıq Bayramlı İsmayılıda, Yekəxanada, həmçinin İsmayılıda, Ceyranbatan Abşeronda, Cavanşir Ağsuda, Hacıqabıda Pirsad, Tərtərdə Sərsəng, Ağdam rayonunda Xaçınçay, Xocabənd və Füzuli rayonlarının ərazisində Köndələn çay, elə eyni adlı suyun üzərində, çayın üzərində, Biləsuvar rayonunda Bolqar çay, Cəlilabad rayonunda Göytəpə, Masallıda Biləş çay, Lənkəranda Yuxarı Xanbulan çay, Şərurda Arpa çay, Babək, Culfa, Şahboz rayonlarının ərazisində Heydər Əliyev, Babəkdə Uzunoba və Sirab, Araz, Nehrəmgöl, bunlar hamısı Babək rayonları arasında yerləşən kanallardır. Və xəritədən istifadə edərək, yəqin ki, hər birinizin atlası var. Mütləq atlasınızda bunları qeyd edərək mükəmməl şəkildə öyrənməlisiniz. Suvarma kanalları, suvarma irriqasiyadır. Bu arada meliorasiya torpağa qulluqdur, rekultivasiya torpağın bərpasıdır. Su kanalları, suvarma kanalları quru ərazilər, yəni arid ərazilərin suvarılması məqsədlə yaranmışdır. Ən çox da Kür-Araz ovalığındadır, çünki suvarma ehtiyacı var həmin ərazilərdə. Birinci yuxarı Şirvandan danışaq. Yuxarı Şirvan kanalı uşaqlar ən çox ərazi suvaran, Azərbaycanda ən çox ərazini Yuxarı Şirvan kanalı suvarır. Mingəçevir su anbarından başlayır, Ağsu çayına kimi davam edir və Şirvan düzünün suvarılmasına istifadə olunur. Burada mən sizə göstərə bilərəm. Deməli, bax, burada ilk öncə Ağsu çayına qədər davam edən Yuxarı Şirvandır. Şirvan düzünün suvarılmasına istifadə olunur. Yuxarı Qarabağ kanalı bir növ, belə deyək, su anbarını birləşdirir. Mingəçevir su anbarı ilə Bəhramtəpə su anbarını birləşdirir. Deməli, Mingəçevirdən Bəhramtəpəyə qədər davam edir. Yuxarı Qarabağ kanalı, Mil və Qarabağ düzənliklərinin suvarılmasına istifadə olunur. Burada hər biri var. Yuxarı Qarabağ kanalı, amma ən çox su daşıyan kanaldır. Yəni, ən çox su sərfi olan kanal Yuxarı Qarabağ kanalıdır. İki su kanalını birləşdirir. Mingəçevir və Bəhramtəpə, Qarabağ və Mil düzənliklərini suvarır. Baş Mil kanalı. Baş Mil kanalı Mil Muğan su qovşağından başlayır. Araz çayı, Araz boyu Fizki rayonunda yerləşir. Yəni, Füzuli rayonunun ərazisində Mil düzünün suvarılmasında istifadə olunur. Bəhramtəpə, deməli, Baş Muğan
Milmuğan su qovşağından başlayır Füzuli rayonunun ərazisində. Başmil artıq, daha doğrusu Başmuğan isə bu Başmildir, Başmil. Başmuğan isə Bəhramtəpədən başlayır, bir də Əzbəyev. Deməli, Bəhramtəpə su qovşağından başlayır, ancaq Başmil Milmuğan su anbarından, su qovşağından başlayır. Samur Abşeron kanalı Azərbaycanda ən uzun su kanalıdır bu arada. Samur çayından çəkilib Ceyranbatan su anbarını su ilə təmin edir. Ceyranbatan su anbarı məcradan kənarda yerləşən bir su anbarıdır. Yəni hər hansı bir çay üzərində tikilməmişdir. Sadəcə Samur çayından həmin su anbarına kanal çəkilib və su ilə təmin olunur. Başmuğan kanalı Bəhramtəpədən, bayaq dediyimiz kimi, İmişli rayonunun ərazisində Başmuğan Bəhramtəpədən başlayır, Muğan düzünü suvarır. Eyni adlı düzənliyi Başmuğandır, Muğan düzünü suvarır. Əzbəyev də Bəhramtəpədən başlayır, ancaq Muğan və Lənkəran əsasda Lənkəran zonasının suvarılmasına istifadə olunur. Boztəpə arx var, Xan arx var. Boztəpə arx İmişli rayonunun ərazisində tikilmişdir. Araz çayından su öz axını ilə çayda mexaniki tənzimləmə deməli işləri aparmaq üçün Boztəpə kanalına, Boztəpə arx kanalına verilir. Xan arx isə Samur çayından çəkilibdir. Qusar, Xaçmaz, Şabran rayonlarının ərazisini suvarır. Bax, bu da şəkilləri gördüyünüz kimi. Yuxarı Şirvan dedik ki, ən çox ərazini suvarır. Mingəçevirdən başlayır Ağsu çayına qədər. Yuxarı Qarabağ Mingəçevirdən başlayır Bəhramtəpəyə qədər. Yuxarı Qarabağ kanalını ən çox da su sərfi dedik ki, Yuxarı Qarabağ kanalındadır. Daha sonra Baş Şirvan və daha doğrusu Baş Milmuğan, bir də Əzbəyev. Baş Muğan Bəhramtəpədən başlayır, Muğan düzünü suvarır. Əzbəyev Bəhramtəpədən başlayır Lənkəran düzünü. Baş Mil Milmuğan su qovşağından başlayır. Mil düzünün Qarabağ düzənliklərinin suvarılmasına istifadə olunur. Bir də kollektorlar var uşaqlar. Kollektorlar qurun sularının səviyyəsini aşağı salmaq üçün qazılan kanal və yaxud da hidrotexniki qurğudur. Drenajlar isə həmin o yeraltı sular yeraltı suları kollektora axıtmaq üçün nisbətən kiçik hidrotexniki qurğulardır. Deməli, drenajlar yeraltı suları çəkir, kollektora ötürür. Və Küraraz ovalına keçən Baş Şirvan, Baş Mil Qarabağ və Baş Milmuğan kollektorları vasitəsilə minerallaşmış qurun suları Xəzər dənizinə axıdılır. Ölkəmizdə kollektor drenajlarının bilirik ki, təkmilləşməsinə, genişlənməsinə böyük ehtiyac var. Küraraz ovalığında qurun suları 1-5 metr dərinlikdə yerləşir. Bu sular yüksək dərəcədə minerallaşmış olduğundan istifadə üçün yararsızdır. Bunun üçün nə etmək lazımdır? Yəni, qurun suların səviyyəsini aşağı salmaq üçün topluda da belə suallar var. Beton üzlüklər tikilməlidir. Bunu yaradan nədir? Beton üzlüksüz tikilən suvarma kanalları, su anbarlarından sızan sulardır. Çökək ərazilərdə toplanır və qurun suların səviyyəsinin qalxmasına, bataqlıqlar, şoranlaşmanın yaranmasına səbəb olur. Suvarmanın düzgün aparılmaması da bu prosesi gücləndirir. Şoranlaşmanın qarşısını almaq üçün düzən ərazilərdə həmin o kollektor drenaj şəbəkəsi qurulur. Bu da kollektor drenaj şəbəkəsinin sxemləri.